11-ci sual Sasani şahı 1-ci Xosrovun hakimiyyət illəri üçün xarakterikdir. 1-ci Xosrov olub hakimiyyətdə 531, 579. Azərbaycan ərazisini 4 iri canişinliyə bölməsi Xosrov Azərbaycan ərazisini deyil, ümumi imperiyanın ərazisini 4 canişinliyə bölür və Azərbaycan 4 canişinliyin birini təşkil edir. Ay 1 yanlışdır. Zərdüşt şahinlərinə şərti torpaqlar verilibmi? Verilib. 2 doğrudur. Yəmən ələ keçirmək uğrunda mübarizə aparıb 6-cı əsrdə, bəli, Bizansla mübarizə aparıb və 570-ci ildə Yəmən ələ keçirib. 3. 1-ci Xosrova aiddir. Sahibsiz torpaqları kəndlərə paylamışdı, kəndlərə deyil, hərbçilərə. 4 yanlışdır. 5-ci əsrin ikinci yarısında Axun dövlətinin bölünməsində iştirak etmişdi. Axunun bölünməsində iştirak edib, lakin bu 5-ci əsrin ikinci yarısı deyil, 567-ci ildir. Bu da 6-cı əsrin ikinci yarısı edir. 5-i də çıxıram, doğru cavab D variantı.